Həmişə sizə bu ideal qapılarımızın hazır formasını göstərirəm. Arxa planda əziyyət çəkən qardaşlarımızı göstərmirəm. Baxın, bu əziyyətlə ərsəyə gəlir, bu möhtəşəm sənət əsərləri. Qardaşlarımız bu formada korobkası yığılır. Dəmir işi, svarka işi tam olaraq yekunlaşandan sonra şpaklovkası çəkilir qapılarımızın. Hər bir detalına kimi, incəliyinə kimi səliqəli formada işlənilir. Şpaklovkası çəkildi, lazım olan yerlər şpaklovkalanır, soyulur. Baxın bu formada. Tam səliqəli, keyfiyyətli formada. Antipası quruntu vurulur, sonra gedir malyarxanaya. Sonra gəlirik bura qardaşım. Antipası quruntu vurulur, 2 sloy. Onun üstündən 2 sloy maşın boyası ilə rənglənir. Onun da üstündən lakı dərmanı vurulur. Biz də sonda sizə hazır ideal darvazalarımızı təqdim edirik. Amma bunun arxasında gizlənən bu əziyyətkeş, zəhmətkeş qardaşlarımızın gördükləri əziyyətləri göstərmirik sizə, çəkdikləri əziyyətləri göstərmirik sizə. Qiymətlərimizin münasib olmağının səbəbi baxın budur. İstehsalı özümüz elədiyimizə görə qiymətlərimiz də maksimal dərəcədə çəkilir aşağı ki, bütün vətəndaşlarımız yararlana bilsinlər. Allah sizləri var eləsin qardaşlarım, var olasınız. Dəyər verdiyinizə görə minnətdarıq.